velosipedləri, kiçik elektrik nəqliyyat vasitələri, yəni skuter dediyimiz nəqliyyat vasitələridir. Amma təbii ki, Avropada bunun bir çox növləri var, amma bizim ölkə üçün əsasən sadaladığım nəqliyyat növləri daha səciyyəvidir. Az öncə vurğuladığım kimi Bakı şəhərində də il yarımdan artıq bir müddətli, daha dəqiq desək 2023-cü ilin sonlarına etibarən mikromobillik infrastrukturunun salınması istiqamətində işlərə başlanıldı. Bu işlərə başlanılmamışdan öncə şəhər ərazisində əsaslı təhlillər aparıldı, yollar təhlil olundu və hətta bu təhlillərə bu sahədə ixtisaslaşmış beynəlxalq mütəxəssislər də cəlb edildi və bir konseptual plan hazırlandı ki, hansı ki plan əsası 3 mərhələdən ibarət olan plan əsasında şəhər ərazisində mikromobillik zolaqlarının salınması və ümumiyyətlə bu növ nəqliyyat vasitələrinə insanların əl çatanlığının təmin edilməsi idi. Artıq görülən işlər çərçivəsində şəhər ərazisində 42 kilometrə yaxın bir şəbəkə formalaşmışdır. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Mərhələlər tam tamamlanıb mı müəllim, yoxsa hələ davam edir? Mərhələləri belə deyək, bizim əsasən mikromobillik zolağı çəkdiyimiz küçələrin bəziləri birinci, ikinci, üçüncü mərhələləri əhatə eləyir, amma tam yekunlaşma prosesi hələ davam eləyir, tam yekunlaşmış demək olmaz. Çünki bu yaxınlarda bildiyiniz kimi 2025-2030-cu illəri əhatə edən bir Bakı şəhəri və ətraf ərazilərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində dövlət proqramı da təsdiqləndi ki, həmin planda da 2030-cu ilə qədər bu zolaqların minimum 100 kilometrə çatdırılması. Söhbət ölkə daxili gedir, yoxsa paytaxtda? Söhbət paytaxtdan gedir. Təkcə paytaxtda 100 kilometrə çatdırılması? Bəli, paytaxtda 100 kilometrə çatdırılmasından gedir. Bu hədəf uğrunda biz hazırda işləyirik. İşlərimiz də sürətlə davam eləyir. Az öncə dediyim kimi artıq 42 kilometrə yaxın bir şəbəkə formalaşmışdır, bir velosiped yolu çəkmişik. Bundan əvvəl şəhərin müxtəlif ərazilərində çəkilmiş velosiped yollarını da buraya əlavə etsək, ümumi şəbəkə artıq 52 kilometrdən artıq. Və düşünürəm ki, 2030-cu ilə qədər biz hədəflədiyimiz uzunluqdan daha artıq mikromobillik zolaqları çəkmiş olacaq. Müəllim, bir sual verim. Onda mən belə başa düşdüm ki, nəinki mərkəz, artıq digər mərkəzdən bir qədər kənarda yerləşən rayon yollarında, yəni söhbət Bakı şəhəri rayonlarından gedir. Onların özündə qəsəbələrdə belə artıq həmən yollar çəkiləcək. Bəli, təbii ki, ümumiyyətlə mikromobillik belə desək daha çox 10 kilometrə qədər olan məsafələri qət etmək üçün nəzərdə tutulmuş bir mikromobillik zolağıdır, amma təbii ki, söhbət təkcə burada şəhərin mərkəzi hissəsindən getmir. Biz ilk öncə bu şəhərin mərkəzi hissəsindən başladıq. Nəyə görə? Çünki bildiyiniz kimi mikromobillik zolaqları əsasən cəlb etmə məntəqələrini əhatə etməlidir ki, cəlb etmə məntəqəsi dediyimiz nədir? Bu insanların gündəlik olaraq daha çox səfər etdiyi ərazilərlə tutulur. Bu iş yerləridir, böyük ticarət mərkəzləridir, metro stansiyalarıdır, avtobus dayanacaq məntəqələridir və s. Və bu sadaladığım cəlb etmə məntəqələri Bakı şəhərinin mərkəzi hissəsində daha çox toplaşdığı üçün, yerləşdiyi üçün və insanlar bu ərazilərə gündəlik daha çox səfər etdiyi üçün və şəhər arasında mərkəzi hissədə daha çox tıxac və sıxlıq halları müşahidə olunduğu üçün biz mərkəzi hissədən bu işlərə başladıq. Amma növbəti mərhələlərdə Bakı şəhərinin ətraf ərazilərində və hətta regionlarda belə bu tip zolaqların salınması planlaşdırılır. Hətta bu yaxınlarda biz Xudat şəhərində 3 km uzunluğunda bir mikromobillik zolağı çəkdik. Gəncə şəhərində ümumi təhlillər aparılıb bu zolaqların salınması. Xudatda gördüm, biz bu yaxınlarda biz də Xudada səfər etmişdik və orada görəndə əslində həm təəccübləndim və həm də beləçinə maraq hissi ilə qarşılandı. Nəyə görə? Çünki düşünmürdüm ki, yəni artıq regionlarımıza da belə bunlar şamil olunmağa başlayacaqlar. Amma bir tərəfdən də bilirsiniz nə qədər rahat oldu. Şəhər daxilində rahat şəkildə həmən zolaqlardan istifadə etmək. Çünki artıq avtomobildən bezdikdə bir rahat nəqliyyat vasitəsi axtarırsan, elektrik skuterlər olsun, velosipedlər olsun və rahat şəkildə o yollarla istifadə etdikdə düşündüm ki, nə yaxşı ki, artıq regionlarımıza da bu tətbiq olunmağa başlayıb. Bəli, əlbəttə. Bilirsiniz, son vaxtlar bu zolaqlar genişləndikcə, insanlar bu nəqliyyat növlərindən istifadə etdikcə, təbii ki, bu biz üçün yeni anlayışdır və müəyyən bir müddət lazım olur ki, insanlar bu nəqliyyat növlərindən ümumiyyətlə tanış olsun. Elədir. Və bunun müsbət tərəflərini görsünlər. Və insanlar bu nəqliyyat növlərindən gündəlik istifadə etdikcə və bunun müsbət tərəflərini gördükcə, digər ərazilərdə yaşayan, istəyir regionlarda olsun, istəyir Bakı şəhərinin digər ətraf ərazilərində olsun, insanlar da müraciət edir ki, bu tip zolaqlardan bizim yaşadığımız ərazilərdə də görmək istəyirik
və həmçinin bura regionlara da aiddir. Regionlardan bizə bir çox müraciətlər daxil olur və biz müraciətlər əsasında və digər mütəxəssislərimizin təhlilləri əsasında yerləri müəyyənləşdirib bu cür mikromobil zolaqlarını ümumiyyətlə Bakı şəhərindən də əlavə regionlara belə tətbiq etmək istəyirik və bu planlaşdırılmış üzrə davam etdirilir. Qudad şəhəri məsələsinin şəhərdən baxmayaraq, yəni Bakı şəhərində deyil, regionumuzda, amma mən ora bir neçə dəfə səfər eləyəndə kifayət qədər xüsusilə velosipedlərdən istifadə edən insanlara rast gəlmişəm orada. Bu da təbii ki, sevindirici haldır. Amma dediyim kimi, bu yeni bir anlayış olduğu üçün mən inanıram ki, zolaqlar genişləndikcə günbəgün necə ki artır, bu növ nəqliyyat vasitələrindən istifadə edən insanların sayı daha da artacaq. Xatırlayırsınız müəllim, sizin sözünüzə qüvvət ilk vaxtlar bu zolaqlar salındıqda və artıq planlaşdırmağa başlayıqda bir aqressiya ilə qarşılandı. Onsuz da tıxaclar çoxdur, hərəkət etmək mümkün deyil, ümumiyyətlə heç lazımdırmı deyilə fikirlər də kifayət qədər səslənildi. Amma müddət keçdikcə sözünüzə qüvvət. Bir müddət keçdikcə artıq öyrəşdikcə həmən zolaqlara və həmən zolaqlarda kütləvi şəkildə istifadə edildikcə yəni əslində problem bizim həmən zolaqlarla tıxac problemi həll olunmur da. Yəni bunu başa salmaq lazımdır ki, əslində bunu da başa düşdülər artıq bir müddətdən sonra. Yəni o zolağın olmağı tıxacın olmağı ilə bağlı bir aidiyyatı yoxdur. Yəni o zolaq orada olmadıqda belə yenə də həmən yollar tıxac idi. Bəli, sözünüzə qüvvət. Bilirsiniz, ümumiyyətlə bu mikromobillik şəhər üçün, ümumiyyətlə insanlarımız üçün yeni bir anlayış olduğu üçün və yeniliklər də heç vaxt insanlar tərəfindən birmənalı şəkildə qəbul olunmur. Bu normal haldır. Biz bu işə başlayanda da düşünürdük ki, hər hansı bir fikir ayrılıqları olacaq, bu mikromobil zolaqlarına reaksiyalar birmənalı olmayacaqlar. Yəni normal haldır. Bu demək olar ki, yəni biz beynəlxalq təcrübəyə də baxsaq, digər şəhərlərdə də bu zolaqların yeni salınmağa başlayarkən bu cür reaksiyalar olub. Bunlar normal haldır. Amma dediyim kimi, əsas məsələ nədir? İnsanları bu növ nəqliyyat vasitələrindən tanış eləmək və bu növ nəqliyyat vasitələrinin üstünlüklərinin onlara əyani şəkildə göstərmək. Çünki zaten bu insanlar bu zolaqlardan və nəqliyyat vasitələrindən istifadə etdikcə, bunun üstünlüklərini gördükcə daha çox istifadə edəcəklər. Qaldı məsələn tıxac məsələsinə. Təbii ki, bəzən belə fikirlər səsləndirilirdi. Daha çox əvvəllər, indi nisbətən dediyiniz kimi azalıb bu cür fikirlər. İnsanlar vizual olaraq yollara baxanda yolun sağ hərəkət hissəsini və yaxud sol hərəkət hissəsini götürüldükdə, orada mikromobillik vasitəsi üçün şərait yaradıldıqda vizual olaraq onlarda biraz narahatlıq yaradırdı ki, zolaqlar kiçildi, bu tıxac olacaq. Amma zolaqlar salındıqca biz artıq yəni şəkildə görürük ki, bu heç də belə deyil. Çünki hər hansı bir küçə və prospekti göstərmək olmaz hazırda ki, orada tıxac və sıxlıq yox idi. Mikromobil zolağı salınandan sonra orada tıxac yarandı. Yəni belə bir hal-hazırda fakt yoxdur. Elədir. Əksinə mikromobillik vasitəsindən çox istifadə olunduqca, bunlar mikromobillik vasitəsindən istifadə edən insanlar əsasən kimdir? Yəni çox bir hissəsi gündəlik şəxsi minik avtomobillərindən istifadə edən insanlar ki, artıq onlar şəxsi minik avtomobillərindən istifadə eləmirlər və qısa məsafələr səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadə edirlər. O deməkdir ki, biz yolun belə deyək, şəxsi minik avtomobillərinin zəbt elədiyi müəyyən bir hissəsini boşaltmış oluruq. Yəni yolda intensivliyi azaltmış oluruq. Bu tıxac və sıxlığın azalmasına səbəb olur, nəinki çoxalmasına. Hələ mən bunun digər üstünlüklərindən danışmıram. Burada ekologiyanın qorunması məsələsi var, burada səs kirliliyinin azalması məsələsi var. Coşqun müəllim, gəlin biz bu barədə reklamlardan sonra danışaq. Reklamlardan sonra həm ekologiya bağlı suallarım olacaqsa, həm çirkinlik barədə, təmizlik barədə, şəhərin təmiz saxlanılmasına bağlı suallarım olacaqsa, mən isə bizim dinləyicilərə bildirmək istəyirəm ki, verilişimizin sponsoru Dongfeng-dir. Siz şəhərdə rahatlıq və güvən istəyirsiniz. O zaman Dongfeng sizin üçün ideal seçimdir. Müasir dizaynı rahat salonu və güvənli mühərriki ilə gündəlik sürüşlərinizi həm zövqlü, həm də təhlükəsiz edəcək. Əgər ətraf mühitin qorunması və enerji qənaəti önəmlidirsə, MHEV tam sizə görədir. Elektriklə işləyən bu avtomobil sırf emisiya ilə həm təbiəti qoruyur, həm də sürüşün zövqünü artırır. Dongfeng avtomobilləri etibarlılığı, gücü və innovativ texnologiyaları ilə fərqlənir. Üstəlik bu modellər 5 il və ya 150 min kilometr zəmanətlə təmin olunur. Keyfiyyəti və rahatlığa əmin olun. Dongfeng ilə yollarda güvənli olun. Verilişimizin sponsoru Endol yağlarıdır. Endol müasir avtomobil mühərriklərinin tələb etdiyi ən
ən son standartlara cavab vermək üçün yeni nəsil sintetik yağ texnologiyası vasitəsilə xüsusi olaraq hazırlanmış sintetik mühərrik yağdır. Təkmilləşdirilmiş oksidləşmə sabitliyi sayəsində yağın qocalmasını gecikdirir, mühərriki qoruyur və daha uzun dəyişmə intervalını təmin edir. Aşağı temperatur xüsusiyyətləri sayəsində mühərrikin ən soyuq hava şəraitində belə rahat işləməsini təmin edir. Qalıq, his, lak və çöküntünün əmələ gəlməsinin qarşısını alır. Yeni nəsil yüksək texnologiyalı dizel və benzin mühərriklərində, minik avtomobillərində və motosikletlərdə bütün fəsillərdə etibarlı şəkildə istifadə edilə bilər. Çünki Endoil təkcə yağ deyil, sürücünün dostudur. İndi reklamları keçirir, reklamlardan həmən sonra efirə geri dönüş edəcək. Dalğanı dəyişmirsiniz, çünki bugün biz mikromobillik və bizi qarşıda gözləyən məsələlər barədə müzakirə açmışıq. Sürətini bizimlə tənzimlə. Yoldasan. WhatsApp 055 455 10 77. Bəli dostlar, hal-hazırda efirdəyik, kiçik reklam fasiləmiz yekunlaşdı. Biz bugün mikromobillikdən danışırıq. Bizi mikromobillik inkişafında nələr gözləyir, nələr olsa daha yaxşı olar. Nə kimi təkliflərimiz var? Buyurun, 055 455 1077 bizim WhatsApp nömrəmizdir. Yaza bilərsiniz, səs göndərə bilərsiniz və eyni zamanda canlıda da bizi izləyən kifayət qədər dinləyicilərimiz və izləyicilərimiz var. Onlar da bizə suallarını bildirə bilərlər. Biz maksimum çalışacağıq ki, Coşqun müəllimdən təkliflərimizi də qiymətləndirək. 3824 abonent yazıb, salam Əli bəy, elektrikli mikromobil vasitələr şəhərdə park yerlərində qarışıqlıq yaradır. Çox vaxt skuter və velosipedlər səliqəsiz qoyulur. Bu piyadaların yolunu kəsir. Bu problemə görə xüsusi qaydalar tətbiq olunacaqmı? Təşəkkür edirəm dinləyicimizə sualına görə. Parklama məsələlərinə toxunaq. Deməli 2024-cü ilin ortalarında mövcud qanunvericiliyə müəyyən dəyişikliklər oldu. Bu dəyişikliklərdən sonra artıq bir növ mikromobillik vasitələri qanunvericilikdə öz əksini tapdı. Burada velosiped yolları, operator, mikromobillik parklamaları kimi bir çox anlayışlar mövcud qanunvericiliyə daxil edildi. Bununla da artıq mikromobillik vasitələri bir növ oldu nəqliyyat vasitələri, nəqliyyat vasitəsi kimi tanınmış oldu. Burada qanunvericinin əsas tələblərindən biri də mikromobillik parklamaları ilə bağlı idi ki, tələblərdən biri şəhər arasında mikromobillik parklamalarının müəyyənləşdirilməsi və həmin mikromobillik vasitələrinin o əvvəlcədən müəyyənləşdirilmiş həmin yerlərdə, yəni parklama yerlərində saxlanılması idi. Çünki bundan qanunverici təkmilləşdirilməmişdən öncə bu mikromobillik vasitələri bir növ xaotik parklanma edilirdi insanlar tərəfindən. Bu da dinləyicimizin vurğuladığı kimi bəzi hallarda piyadaların hərəkətinə maneə yaradırdı, bəzi hallarda hətta avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yol hissəsində park edilirdi, tərk edilirdi, belə daha dəqiq desək orada gedirdi. Amma bunun qarşısını almaq üçün, bu xaotikliyin qarşısını almaq üçün və bu sahənin tənzimlənməsi üçün yeni qanunvericinin tələblərini nəzərə alaraq AYNA tərəfindən şəhər arasında da təhlillərə başlanıldı və həmin mikromobillik vasitələr üçün müəyyən parklama yerləri müəyyənləşdirildi və həmin parklama yerlərində müəyyən standartları var. Təbii ki, bu da Nazirlər Kabineti tərəfindən cari ilin yanvarında təsdiqləndi. Orada parklama məntəqələri hansı formada və hansı qaydalar çərçivəsində müəyyənləşdirilə bilər. Onlar əksini tapmışdı həmin qərarda, belə ki, bu parklama məntəqələri əsasən cəlb etmə məntəqələr dediyimiz verilişin önündə sadaladığım həmin ərazilərə yaxın hissələrdə ola bilər ki, bu insanlar üçün əlçatan olsun. Bundan əlavə piyadaların hərəkətinə mane olmayacaq yerlərdə piyada üçün minimum 1 metr 50 sm yer saxlanılacaq vəziyyətdə təşkil edilməlidir və biz də təbii ki, o parklama məntəqələri müəyyənləşdirərkən, həmin parklama məntəqələrini təşkil edərkən o həm qanunvericinin tələblərini, həm də nəzərdə tutduğum qaydaların Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qərarın belə deyim qaydalarına riayət etmiş olduq. Və bunun nəticəsindədir ki, artıq şəhər ərazisində bu 1 il müddət ərzində bu sahədə bir xeyli irəliləyiş var. Artıq parklama məntəqələrinin, daha doğrusu mikromobillik vasitələrinin özünün parklama məntəqələri var. Operatorlar tərəfindən həmin mikromobillik vasitələri həmin parklama məntəqələrində saxlanılır və insanlar həmin parklama məntəqələrindən götürüb istifadə edildikdən sonra həmin parklama məntəqələrindən o mikromobillik vasitələrin təhvil verirlər. Və bunun texniki tərəfindən də tənzimlənməsi həyata keçirilir. Belə ki, operatorlar tərəfindən
xüsusi funksiyalar daxil edilib ki, Aha. skuterlərə belə desək ki, onlar parklanma, müəyyən olmuş parklanma məntəqələrindən kənarda deaktiv və aktiv olmasın, yəni insanlar onları orada əgər təhvil vermək istəyirsə, məcburi şəkildə gətirib parklanma məntəqəsinə versin ki, yalnız orada sönsün. Hə, deməli qeyri-uyğun olmayan bir yerdə, qeyri-parklanma yerində istədisə belə onu deaktiv edə bilmir. Bəli, deaktiv edə bilmir və məcburi şəkildə onu aparıb parklanma məntəqəsinə Nə gözəl. etməlidir. Amma təbii ki, müəyyən istisna hallar olur. Burdan hansı hallarda olur? Deyək ki, skuterin elektrik şarjı, yəni mənbəyi bitəndən sonra bu avtomatik sönmüş olur və yaxud da istifadəçinin belə deyək, balansında vəsait bitdikdən sonra bu cür istisna halların da qarşısını alması üçün operator tərəfindən xüsusi əməkdaşlar cəlb olunub ki, hansı ki, şəhərdə parklanma məntəqələrindən kənarda tərk edilmiş o skuterləri olsun, velosipedləri olsun, səliqəli şəkildə götürüb parklanma məntəqələrinə təhvil versinlər. Amma burada yəni bizim tərəfdən və operator tərəfindən bu cür tədbirlər görülür, amma burada müəyyən bir məsuliyyət o istifadəçilərin öz üzərinə də düşür ki, mən elə buradan efir vaxtından da istifadə edib xahiş eləmək istəyirdim ki, bu mikromobillik vasitələrini istifadə edən insanlar belə deyək, digər hərəkət iştirakçılarının hərəkətinə mane olmamaq üçün, digər hərəkət iştirakçılarına təhlükə yaratmamaq üçün məhz o istifadə etdikləri nəqliyyat vasitələrini, yəni mikromobillik vasitələrini təyin olunmuş parklanma məntəqələrinə park eləməyə daha çox üstünlük versinlər. Bizim dinləyicimiz səs göndərib. Gəlin dinləyicimiz səsinə qulaq Hüseyn müəllim. Salam olsun Əli müəllim, necəsiniz? Qonağa salamlayıram. Mən razı deyiləm. Bizim şəhər bu mikromobilliyə hələ ki hazır deyil. Nəyə görə? Çünki buranın layihəsi qurulanda şəhərdə, yəni bu boyda maşın üçün, bu boyda millət üçün nəzərdə tutulmamışdı. Xırda küçələrlə əlavə olaraq ora bir dənə də zolaq atırlar. Onsuz da zaten tıxacdır. Neçə illərdir koronadan sonra şəhərdə ümumiyyətlə tərpənmək olmur. Mən indi maşın sürürəm, gün ərzində 200-250 kilometr yol sürürəm, bilirəm. Yəni gördüyümü deyirəm. Yəqin ki, məndən başqa dinləyicilər də razılaşar. Bəli, ola bilsin ki, əla bir şeydir, daha yəni ki, mobil bir şeydir, daha tez çata bilərsən və s. Yəni ondan çox adam istifadə eləmir də. Bəlkə mərkəzdə, amma yenə də mərkəzin küçələri dardır. Hara baxırsan obyektdir. Yəni bunlar geniş küçələrdə qurulsa, hə, olar. Amma zaten dar küçədə bir dənə də əlavə olaraq avtobus zolağının yanında bir dənə də o zolağı atırlar. Nə bilim, sabahları başqa bir şey çıxacaq, o dənə də o zolağı atacaqlar. O maşınlar göylə uçacaq. Yəni biz buna tam hazır deyilik də. İndi ola bilər, kimsə mənə razılaşmasın, bu mənim şəxsi mövqeyimdir, şəxsi fikrimdir və mən gördüyümü deyirəm ki, hal-hazırda mən sizə tıxacdan yəni ki, səs atıram. Hal-hazırda Ziya Bünyadov prospektindən üzü Koroğluya tərəf Ayna Sultanovanı keçmişəm və sürətim 7-8 dibə beləmkinədir. Çünki sağ bomboşlu avtobus zolağı. Avtobus öz zolağıyla çox vaxtı gedmir. Qalıb ki, mən onun zolağına girəndə 100 manat mənə cərimə yazsınlar. Nə bilim, vallahi, yəni tam razı deyiləm də. Bir tərəfdən əladır, yəni amma bir tərəfdən də ki, o deyil də, yəni biz elə yəni ki, tam hazır deyilik buna, başa düşürsünüz. Yəni şəhərin arxitekturası, nə bilim, obyektlər və s. yəni üst-üstə qoyanda vallahi bir dənə təzə zolaq çəkəndə o avtomatik olaraq yenə də təsir edir. Tıxac var idi, zolaq əlavə tıxac edir. Təşəkkürlər Hüseyn bəy fikirləriniz üçün. Hüseyn bəy bizim daimi dinləyicilərimizdən biridir. Taksi sürücüsüdür. Hər gün də yollarda olur və bəzən də yollarda olan məlumatlardan da bizi xəbərdar edir. Bu Hüseyn mənim şəxsi fikridir. Bir şəxsi mövqeyi barəsində öz mövqeyindən çıxış elədi. Zaten Ziya Bünyadov prospekti tıxacdır. Biz bu barədə bayaq da bildirdik. Ziya Bünyadov prospektinin tıxac olmasının belə deyək, o səbəblərindən biri də zolağın sayının azalmasıdır. Həmin o prospektə daxil olarkən zolaq sayının azalmasıdır. Bu məlum məsələdir. Yəqin ki, gələcəkdə bu barədə də bir alternativ işlər görüləcək. O ki, qaldı zolaq məsələsinə. Biz bayaq verişdən əvvəlində də bildirdik ki, zolaq, bu mənim şəxsi fikrimdir yenə də, yəni zolağın, velosiped və skuter zolağının ayrılması orada, yəni tıxac o zolaqda, o yolda həmişə var idi. Bəlkə elə deyil. Təbii ki, Hüseyn bəydir səfər. Bəli. İlk öncə Hüseyn bəyi salamlayıram, təşəkkür edirəm fikirlərinə görə. Amma gəlin biraz məsələni aydınlaşdıraq da, ümumiyyətlə.
maşın sayının çoxluğu söhbətinə ilk öncə toxunmaq istəyirəm. Yəni ümumiyyətlə şəhər arasında bəzən fikirlər səslənir ki, bizdə şəhərdə həddən artıq yüklənmə var. İnsanlar şəhər arasında, yəni xüsusilə Bakı şəhəri arasında daha çox məskunlaşmağa üstünlük verirlər. Və biz əslində düşünürük ki, bu təkcə Bakı şəhəri üçün, yəni bizim paytaxtımız üçün səciyyəvidir. Amma ümumilikdə götürəndə statistikalara baxdıqda hazırki vaxta kimi dünya üzrə əhalinin 56-57% şəhərlərdə məskunlaşır. Və bu tendensiya davam etməkdədir və statistikalara görə, hesablamalara görə bu proses bu cür davam etsə, artıq 2050-ci ilə qədər dünyanın əhalisinin 68%-dən çoxu şəhərlərdə məskunlaşmış olacaq. Yəni şəhərlərdə məskunlaşma təkcə Bakı şəhəri üçün deyil, təbii ki, dediyim kimi bu tendensiya dünyada davam edir. Amma belə olan halda təbii ki, şəhər arasında insanların çox məskunlaşması bir çox belə deyək, problemləri ortaya çıxartmaqla yanaşı, onların nəqliyyat problemlərini də ortaya çıxarır. Çünki insanlar şəhər arasında gündəlik olaraq səfər edirlər, hərəkət edirlər, işə gedəni var, məktəbə gedəni var, universitetə gedəni var və belə olan halda şəhər arasında insanların gündəlik nəqliyyat problemləri, nəqliyyat tələbatlarını, daha doğrusu necə ödəmək məsələsi aktuallaşır. Təbii ki, ictimai nəqliyyat olsun, metro olsun, bu nəqliyyat tələblərinin müəyyən hissəsini ödəsə də bu hər zaman əlçatan olmur. Belə olan halda insanlar nə edir? Öz şəxsi milki avtomobillərinə üstünlük verirlər. Bu təbii ki, alternativlərin olmadığı şəhərlər üçün səciyyəvidir. İnsanlar şəxsi milki avtomobillərinə üstünlük verdikdə də təbii ki, tıxac və sıxlıq halları qaçılmaz olur. Bu cür halların belə deyim, müəyyən qədər qarşısını alması üçün isə, yəni beynəlxalq təcrübəyə də nəzərə yetirsək, əsas məsələlərdən biri insanlara şəhər arasında alternativ nəqliyyat növlərinə, infrastrukturun qurulması və insanlara alternativ nəqliyyat növlərindən istifadə etmək üçün şərait yaradılmasıdır. Çünki deyək ki, biz X bir küçədə tıxacdayıq. Əgər orada yalnız avtomobil üçün şərait varsa, mən şəxsi avtomobilimlə hərəkət etməyə məcburam və o tıxacda 1 saat, 2 saat gözləməyə məcburam. Amma mənim alternativim olduğu təqdirdə mən şəhər tıxacda avtomobilimi müəyyən bir yerdə park edə bilirəm və orada deyək ki, mikromobili zolağı varsa, mən rahatlıqla mikromobil nəqliyyat vasitəsini götürüb mənzil başına gedib, işimi həll edib, yenidən geri qayıdıb, nəqliyyatın mübadiləsi deyirlər də bir növ. Bəli. Yenidən qayıdıb avtomobilimi götürüb öz evimə və ya yaşadığım ünvana hər hansı gedə bilərəm. Yəni mikromobillik vasitələrinin şəhər arasında olmağı tıxacların artmasına yox, dediyim kimi azalmasına köməklik göstərir. İnsanların bu növ nəqliyyat vasitələrindən istifadə eləmir deməkdə biraz belə deyək də faktlara söykənmir. Çünki əgər şəhər arasında bu növ nəqliyyat vasitələri üçün şərait yoxdursa, insanlar üçün bundan istifadə etmək üçün bir şərait qurmamısınızsa, infrastruktur qurmamısınızsa, təbii ki, insan ondan istifadə eləməyəcək. Yəni olmayan bir şeydən insan istifadə edə bilməyəcək. Amma infrastruktur qurulandan sonra, bu əlçatanlığı artırılandan sonra heç kim saatlarla tıxacda oturmaq istəmir. Yollar haqqında məlumatımız var. Coşqun müəllim, gəlin yollar haqqında məlumatı izləyicimizə çatdıraq və ondan sonra yenidən mövzumuza sizinlə bir yerdə davam edək. Yollar haqqında məlumatı Bank of Baku'nun sponsorluğu ilə dinləyirsiniz. Hal-hazırda yollardakı vəziyyət belədir. Heydər Əliyev prospekti kənar yol mərkəz istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində və eləcə də mərkəz istiqamətdə. Həsənoğlu küçəsi Heydər Əliyev prospekti ilə Kəşmədən Fətəli xan Xoyski prospekti istiqamətdə. Afiyəddin Cəlov küçəsi Yusif Səfərov küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər. Səməd Vurğun küçəsi Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətdə. Bülbül prospekti Sahil metro stansiyasının qarşısında. 28 may küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər. Dilarə Əliyeva küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər. Koroğlu Rəhimov küçəsi Gülarə Qədirbayeva küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində və eyni zamanda Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətdə. Mikayıl Hüseynov prospekti Dövlət Bayrağı meydanının qarşısından Aznev dairəsi istiqamətdə. Mikayıl Müşfiq küçəsi Badamlar dairəsindən 20 nömrəli məktəb lisey istiqamətində. Təbriz küçəsi Nərman Nərmanov metro stansiyası istiqamətdə. Bakı Sumqayıt şosesi həm 20 yanvar metro stansiyası istiqamətində və eləcə də Xırdalan dairəsi istiqamətində avtomobillər aşağı sürətlə hərəkət edirlər. Eyni zamanda Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində və İzmir küçəsi ilə keçmədən 20 yanvar metro stansiyası istiqamətdə. Atatürk prospekti Ziya Bünyadov prospekti istiqamətində. Abdülvahab Salazadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində. Ali Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətdə. Ziya Bünyadov
prospekti həm Əbdülvahab Salamzadə küçəsi ilə keçmədən Əhməd Rəcəbli küçəsi istiqamətində və eləcə də Müzəffər Nərimanov küçəsi ilə keçmədən 20 yanvar metro stansiyası istiqamətində uzun bir sıxlıq müşahidə olunur. Kim 400 manat pensiyalana 8000 manata kredit verər? Əlbəttə Bankov Baku. Pensiyaçısınızsa Bankov Bakudan 50.000 manata krediti zaminsiz əldə etmək fürsətiniz var. Ətraflı 145. Bankov Baku. Bankov Baku 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Yollar haqqında məlumatı Bankov Bakunun sponsorluğu ilə dinlədiniz. Yoldasan davam edir. WhatsApp 055 455 10 77. Bəli, şəhərdə uzun bir sıxlıq müşahidə olunur. Coşqun müəllim özünüz də gördünüz və sözün əsl mənasında bu tıxacdan, bu sıxlıqdan can qurtarmağın yeganə çıxış yolu mikromobillikdir. Elektrik skuterlərdən, elektrovelosipedlərdən və velosipedlərdən istifadə etmək lazımdır. 6871 abonenti yazıb bizə. Salam Əli bəy, qızım skuter istifadəçisidir. Bakıdakı veloyol şəbəkəsi genişlənib, amma hələ də parklarda və küçələrdə təhlükəsizlik çatışmır. Sizcə gündəlik bu nəqliyyatdan istifadə etməyin təhlükəsizliyini necə təmin edə bilərik? Biz belə deyək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi olaraq bu zolaqları salarkən təbii ki, bizim ilk növbədə qarşıda duran məqsəd təhlükəsizliyin təmin edilməsidir. Çünki insan həyatından önəmli heç nə yoxdur. Bu zolaqları salarkən biz şəhər ərazisində müvafiq yol nişanları, nişanlanmalar vasitəsilə təhlükəsizliyi təmin edirik və həmçinin belə deyək, mikromobilli zolaqları ilə avtomobillərin hərəkət üçün nəzərdə tutulmuş zolaqlar arasında xüsusi bufer zonalar təşkil etmişik. Həmin bufer zonalara xüsusi təhlükəsizlik sədləri yerləşdirmişik. Bakı şəhərində ilk dəfə olaraq nizamlanan yol kəsişmələrində, hansı mikromobilli zolaqların keçdiyi nizamlanan yol kəsişmələrində mövcud işıqfor dirəklərinin üzərinə velosipedçilərin və skuterlərin istifadəçiləri üçün velosiped bölmələri yerləşdirilmişik. Həmçinin texniki olaraq biz operatorlar qarşısında bir çox tələblər qoymuşuq ki, hansı ki, müəyyən park ərazilərində, insanların intensiv olduğu ərazilərdə skuterlərin, velosipedlərin belə deyək, sürəti aşağı həddə ensin. Yəni bütün bu təhlükəsizlik tədbirləri görülür təbii ki. Amma dediyim kimi, burada əsas məsələlərdən biri insanların davranışları. Bu mikromobilli vasitələr ilə mikromobilli vasitələrin necə istifadə etməsindən də bağlıdır. Çünki insanların özündə müəyyən məsuliyyətləri var. Qanunvericiliklə mikromobilli vasitələrinin istifadəçilərinin qarşısında vəzifə və öhdəlikləri var ki, hansı ki, onlar bu vəzifə öhdəliklərə, bu yol hərəkəti qaydalarına bir növ riayət eləməlidirlər. Yol nişanlarının tələblərinə, nişanlama xəttlərinin tələblərinə riayət eləməlidirlər. Svetoforun işıq siqnallarının tələblərinə riayət eləməlidirlər. Və bizi təbii ki, insanların əsas məsələlərdən biri də bu nəqliyyat vasitələrinin istifadə istiqamətində maarifləndirmə işləridir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən də bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir, insanlara müxtəlif paylaşımlarla, sosial şəbəkələr vasitəsilə maarifləndirmə işləri aparılır. Həmçinin operator dediyimiz hansı ki, kiçik elektrik nəqliyyat vasitələri, yəni skuterlərin və yaxud da velosipedlərin kirayəsi ilə məşğul olan şirkətlərlə birlikdə müəyyən təlimlər təşkil olunur şəhərin müxtəlif ərazilərində, hansı ki, insanların sıx hərəkət etdiyi ərazilərdə müxtəlif təlimlər təşkil olunur ki, hansı ki, insanlar həmin ərazilərə, təlimlərə yaxınlaşıb, həm skuterlərdən, həm velosipedlərdən istifadə qaydalarını, necə təhlükəsiz istifadə etmək olar, bunu öyrənə bilərlər. Həmçinin o təlimlərdə iştirak etməklə müəyyən güzəştlər də qazanırlar, hətta insanlar yəni bu vasitələrdən istifadə edən zaman müəyyən güzəştlər də əldə etmiş olurlar, həm də maariflənmiş olurlar. Çünki bu nəqliyyat vasitələrindən maksimum təhlükəsiz istifadə etmək onların sağlamlığı üçün də çox vacibdir. Bir reklamımız var. Coşqun müəllim, gəlin bir reklamı dinləyək və ondan sonra həmin mövzumuza geri dönüş edək. Dalğanı dəyişməyin. Avto FM-də cəmi bir reklam. Artıq pulunu yığmaqda tam sərbəstsən. Bir bank yığım hesabı sənə illik 7% gəlirlə pulunu istədiyin kimi yığma imkanı verir.
Filial və ya tətbiq fərq etməz. Pulunu hesabına qoy, istəyəndə artır, ehtiyac olanda götür. Qazancın da özündə qalsın. Bir bank brendi Kapital Bank ASC-nin əmtəyə nişanıdır. Kapital Bank ASC 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisenziyası əsasında fəaliyyət göstərir. Avto FM-də reklam yerləşdirmək üçün 012 311 30 11. Sizinle eyni yolu gedirik. Yoldasan. WhatsApp 055 455 10 77. Bəli, cəmi bir reklamımızı da dinlədik və mövzumuza davam edirik. Ayla xanım yazır, velosiped sürənlər üçün təhlükəsizlik avadanlıqları, dəbilgə, işıqlandırma və sair çox vacibdir, amma çox vaxt gənclər buna fikir vermir. Bununla bağlı hansı maarifləndirmə kampaniyaları nəzərdə tutulur? Biz elə incə bundan danışdıq. Elə incə bundan danışdıq. Elə bil Ayla xanımın yazdığını bir qədər öncələmişdi müəllim. Tədbirlər görülür və əslində çox təqdirə layiq addımdır tədbirlərin görülməsi və məncə də bu təlimlər ki keçirilir müəllim, sırf bu sürücülərin, bu gənclərin, çünki fikir verirsinizsə ən çox gənclər bunlara nəzərdə ən üstünlük verirlər. Elektroskuterlərdən, velosipedlərdən istifadə eləməyi. Düzdür, orta yaşlı nəsil biz Z nəslini bir qədər daha dinamik təsəvvür edirik. Biz artıq bir qədər X nəsli olaraq daha zəifləmişik. Daha çox piyada gəzməyə üstünlük veririk. Piyada gəzmək əslində özü də sağlamlıqdır və sizə inandırım ki, şəhərdə və qəsəbələrin özündə belə mən dəfələrlə nəyə şahid olmuşam. Bir çörək almağa gəlir və yaxud da kiçik bir bazarlıq eləyəcək, nəsə bir şey almaq istəyir. Avtomobilinə minir, gəlir avtomobili yola qırağında avtomobilini saxlayır, düşür gedir və yenidən qayıdır gəlir və yaxud da gəlir saxlayır, ikinci cərgədə avtomobilini saxlayır, hansında ki kiçik qəsəbələrdir, dəfələrlə şahid olmuşam, kiçik qəsəbələrdir, avtomobili ikinci cərgədə saxladı, düşdü, getdi, aldı, gəldi və sən məcbursan ki, ya qarşı zolağa keçəsən, ya onu, ya da zolağın yarısını keçirsən də, yəni belə deyək. Və bu da hamısı gəlib tıxaca səbəb olur. Piyada gəzmək özü sağlamlıqdır. Dəfələrlə verilişdə də danışmışıq. Çəkilişlərimizdə də bildiririk ki, nə olar, gəlin piyada gəzin. Yəni, üzr istəyirəm, hər hansı bir yerə gedərkən dəfələrlə görmüşəm ki, çalışırlar ki, düz getdiyi məkanın qarşısında saxlasın. Qardaş, sən bura yeməyə gəlmişsən, restorana gəlirlər, ad günü keçirirlər və yaxud da ki, dincəlməyə gəliblər. Zaten burada yemək yeyəcəksən. Yemək yeyəndən sonra həkimlər də bildirirlər ki, gəzmək gözəldir, gəzmək sağlamlıq savabdır. Yəni ki, sağlamlığa xeyirdir. Bir 20-30 metr piyada gəzsən nə olar? Hamı istəyir ki, çalışır ki, gəlsin düz gedəcəyi məkanın düz qarşısında saxlasın avtomobilini. Təəssüf ki, ümumiyyətlə nəinki piyada gəzmək, həmçinin bu velosipedlərdən xüsusilə istifadə eləmək insanın həyatının sağlamlığı üçün nə qədər vacib olduğu artıq təsdiqlənmiş bir faktdır. Yəqin ki, məlumatınız var da, bu yaxınlarda bir məlumat açıqlandı ki, bu ürək damar xəstəliklərinə görə Azərbaycan dünya üzrə ikinci yerdədir. Bu əslində bir fəlakətdir, belə deyək. Bunun da bir çox səbəbləri var. Əsas səbəblərindən biri də bizim hərəkətsizliyimizdir. Sizin vurğuladığınız kimi də biz şəhər ərazisində 3-5 kilometr məsafələrə belə şəxsi minik avtomobillərinə getməyə üstünlük veririk və bu biraz insanlarda tənbəlləşməklə yanaşı bir növ xəstəliklərin yaranmasına da gətirib çıxarır. Biz hətta bu barədə bir veriliş aparmışdıq. Veriliş mövzumuz olmuşdu müəllim. Həkim çağırmışdı. Bizim kardioloqlarımızı, dostumuzdur, gəlmişdi. İnandırım sizi ki, o qədər acınacaqlı statistikalar bizə bildirdi. Sırf söhbət bizim ölkədən gedir. Sözünüzdə tamamilə haqlısınız. Bəli. Və biz şəhərdə də misal üçün son vaxtlar indi müəyyən dəyişikliklər var, bu sevindirici haldır. Amma şəhərdə hərəkət edən zaman çox nadir hallarda biz piyada gəzən insanlar görürük. Yəni etiraf edirik. Çünki hamımız belə deyək, yaxın məsafələrə belə şəxsi minik avtomobilimizlə gedəndə biz ancaq şəhərə gedəndə dəmir parçaları görürük. Amma ümid edirəm ki, bu infrastruktur qurulduqca, səkkilərimiz genişləndikcə, mikromobilli infrastruktur qurulduqca bu tendensiya dəyişəcək. Alim bəy yazır bizə canlıda, deyir, gün ərzində minimum 3 kilometr piyada gəzmək lazımdır. Bəli. Sağlamlığın əl verirsə, belə deyim. Təbii də, yəni daha çox gəzsəz daha yaxşı olar. Yəni mən özüm şəxsən bir mikromobilliyə qoyuram qırağa, sırf sağlamlıq baxımından hər axşam minimum 5 kilometr piyada gəzirəm. Yəni 5 kilometr piyada gəzmək, təbii ki, inandırım sizi ki, mən bir nüans var, bir haşiyə çıxmaq istəyirəm. Bir yaşlı kişi tanıyırdım. İndi tanıyıram onu, hər gün də görürəm. Deməli, hər gün
o insan gəlirdi, parka gəzirdi, fırlanırdı və yaşa dolduqca bu daha çox çətinlik çəkirdi. Və günü bu gündə inandırım ki, sizi o cür, yəni ağır əsa ilə gəzə-gəzə hər gün bu insan gəlir parka. Həmən parkı qarşısına məqsəd qoyub ki, 3 dəfə fırlanmalıdır. Parkında bir dövrəsi tam 1000 metrdir. Tam olaraq bir parkın tamamilə dairə şəklində dövrəsi 1000 metrdir. Həmən insan əgər bir 5 il bundan qabaq həmən o 3 dövrəni əgər 20 dəqiqə vururdusa, indi həmən 3 dövrəni saat yarıma vurur, amma yerə də vurur. Çox vaxt mənə deyirlər ki, bu insan hələ də yaşayır, yəni yaşlı olsa da, inandırım ki, size onun elə hər axşam sağlam şəkildə hərəkət etməsi buna bir daha onun sağlamlığına əslində müsbət təsir göstərir. Əlbəttə, insan piyada gəzdikcə və yaxud da velosiped sürdükcə onun kan dövranı da sürətlənir. Bu, elədir. Ümumiyyətlə, insanın bütün orqanizmlərin normal işləməsinə köməklik göstərir təbii ki. Əslində çox müsbət addımdır. Çox təəssüflər olsun ki, bizim paytaxtımızın sakinləri, belə deyim, tək sürücüləri şamil eləmirəm bura, paytaxtımızın sakinləri bundan, yəni ümumiyyətlə piyada gəzməyə, velosiped sürməyə, düzdür, son dövrlər təqdirə layiq addımdır ki, daha çox gəncləri görən velosiped sürərkən bir qədər sağlamlıqdır, amma bir bilsəniz velosiped sürmək üçün sağlamlığınıza nə qədər güclü təsir göstərir, nə qədər sağlamlıq sizin özünüz üçün vacibdir, inandırım ki, hər gün sürərlər. Bir də bilirsiniz, biz bəzən insanlarımızı qınayırıq, məsəl üçün piyada gəzmirlər, velosiped sürmürlər, amma dediyim kimi də bu ilk öncə bunun üçün insanlara şərait yaratmaq lazımdır və insanlara bir növ təkliflər vermək lazımdır. Yəni velosiped yolunu sağlamağı özü bir təklifdir ki, siz bu yolu velosipedlə də qət eləyə bilərsiniz. Və yaxud da səkiləri normal vəziyyətə gətirməyi insanlara bir növ təklifdir ki, biz təklif edirik ki, siz bu yolu piyada da qət eləyə bilərsiniz. Amma təəssüf ki, bizim, yəni bu fakt ki, bundan öncə şəhərimiz daha çox avtomobil yönümlü olub. Elədir. Məsələn, vətəndaşımız da Hüseyn bəy idi səfərimiz. O da bəli. Ki, yolları, zolaqları götürülür, mikromobil zolaqları salınır, bu tıxaz yaradır filan. Amma biraz belə deyək də, biraz egoist olmayaq. Xüsusilə bu gündəlik olaraq avtomobil idarə edən şəxslərdən söhbət gedir. Biraz egoist olmayaq. Biz düşünək ki, nəqliyyat deyəndə bizim ağlımıza təkcə avtomobili gəlməsin. Burada nəqliyyatın bir çox növləri var şəhər üçün təbii ki. Burada ictimai nəqliyyat da var, mikromobillik də var. Elədir. Avtomobil də var təbii ki də. Yəni yolda bir yol sahəsində bütün nəqliyyat növləri üçün, bütün daha doğrusu hərəkət iştirakçıları üçün normal şərait olmalıdır. Normal səki olmalıdır piyadanın hərəkəti üçün, normal velosiped yolu olmalıdır mikromobili vasitəsinin hərəkəti üçün, normal avtobus zolaqları olmalıdır avtobusların hərəkəti üçün və ondan sonra şəxsi minik avtomobillər üçün də şərait olmalıdır. Yəni yol insanlar arasında, yol hərəkəti iştirakçıları arasında bərabər və ədalətli bölünməlidir. Düzdür, tam razıyam sizlə. Bizim dinləyicilərimizə təklifimiz var. Bir əziz sürücülər, diqqətiniz bizdə olsun. Endol mühərrik yağları sizə ilin sonuna xüsusi kampaniya təqdim edir. Dekabrın 31-nə qədər Endol yağı ilə avtomobilinizin yağını dəyişin və böyük hədiyyə şansını qaçırmayın. Qaydalar isə çox sadədir. Yağ dəyişdirilən zaman sizə 200-lük kupon təqdim olunacaq. Kuponun bir üzündə müştərinin, digər üzündə isə ustanın adı və telefon nömrəsi qeyd ediləcək. İlin sonunda keçiriləcək püşkatmada tam 1000 manatlıq hədiyyə məbləğinin sahibi tapacaq. Qalib gəldikdə 500 manat, usta 500 manat sizə müştəri qazanacaq. Yəni şans yalnız sizə yox, həm də xidmət göstərən ustaya da qismət ola bilər. Endol mühərrikinin sağlamlıq dokusu indi isə sizə böyük qazanc fürsəti gətirən brenddir. Daha çox güc və daha məcar axtarırsınız. Huge modeli sizə böyük performans və komfort təqdim edir. İstər şəhər, istərsə uzun yol üçün əla seçimdir və əlbəttə Yipay 007 innovativ texnologiya, unikal dizayn və təhlükəsizliyi birləşdirən bir modeldir. Sürücülərin ən çox seçdiyim avtomobillərdən biridir. Tofiq avtomobilləri etibarlılığı, gücü və innovativ texnologiyaları ilə fərqlənir. Üstəlik bütün modellər 5 il və ya 150 min kilometr zəmanətlə təqdim olunur. Keyfiyyətə və rahatlığa əmin olun. Dongfeng ilə yollara güvənli olun. Bəli, keçirik reklamlara. Reklamlardan həmən sonra efirə geri dönüş edəcəyik. Dalğanı dəyişmirsiniz. Bugün biz mikromobillikdən danışırıq. Sizinlə eyni yolu gedirik. Yoldasan. WhatsApp 055 455 10 77. Bəli, kiçik reklam fasiləmizdən sonra yenidən efirə geri dönüş etmişik. Dinləyicimiz səs göndərib, gəlin səsə qulaq asaq və ondan sonra müəllim də öz fikrini səsə bildirsin. Salam, hər vaxtınız xeyir, qonağınızı da salamlayıram.
Deməli, belə bir sualım olacaq. İndi məlum məsələdir ki, biz yol hərəkətinin təşkili, hərəkət təhlükəsizliyinin təmin olunması ilə bağlı dərslərdə bütün sürücülərimizə və yaxud da ki, sürücülük həvəsində olan şəxslərə, sürücülük namizədlərinə müəyyən qaydalar var ki, onların vəzifə və hüquqları var ki, yol hərəkət iştirakçılarının vəzifə və hüquqlarından biz onlara dərslərdə tədris keçirik. Sadəcə indi elə şəxslər var ki, onlar tədrislərdə iştirak eləmir, ya indi sürücü vəsiqəsi almaq üçün müəyyən dərslərə qoşulmurlar. Amma kiçik elektrikli nəqliyyat vasitələri, yəni bildiyimiz kimi skuterləri idarə eləmək üçün həvəsli olurlar. Onların da həvəsinin müəyyən bir hissəsində bir səhvlik dayanır. Mənə belə gəlir ki, ümid edirəm qonağımız da məndən razılaşar. Biz indi dərslərdə tədris edirik. Yəni dərslərdə bu barədə müəyyən məlumat veririk. Amma əsas burada vacib amil nədir? Kiçik elektrikli nəqliyyat vasitələrini satan şəxslər bunların vəzifə və hüquqları barədə müəyyən bir şablon hazırlasa və yaxud da ki, onların vəzifə və hüquqlarını indi satış zamanı onlara bildirsələr, bu daha doğru olmazmı? Yəni onlar indi məlum məsələdir ki, heç kim bu dəqiqə kitab açıb öyrənmir ya sosial şəbəkədən müəyyən saytlardan falan girib baxmırlar vəzifə və hüquqlarını. Yəni onlar satış zamanı belə bir vərəqdə olsun ya müəyyən bir hazırlanmış hissədə olsun, onlarda satış zamanı verə bilərlərmi? Yəni bunu eləmək mümkündürmü? Təşəkkürlər Səid bəy, dəyərli səsiniz üçün minnətdarıq. Coşqun müəllim, buyurun. Əslində maarifləndirmə ilə bağlı verilişin əvvəlində bildirmişsiniz bəli. Danışdıq. Hə, biz bu istiqamətdə dediyim kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi olaraq daimi paylaşımlar olsun, məlumatların paylaşımı olsun. Yəni bu barədə mütəmadi paylaşımlar edilir, maarifləndirilir insanlar və təlimlər də təşkil olunur. Onları da təkrar eləmək istəmirəm. Bundan əlavə də bizdə məsəl üçün operatorlar deyək ki, kirayə xidməti ilə məşğul olan operatorların xüsusi proqram təminatlarında da xüsusi maarifləndirmə yazıları var. Belə deyək ki, əgər bir istifadəçi yaxınlaşırsa, velosiped və ya skuter kirayə eləmək istəyirsə, orada onun hüquqları barədə, qaydalar barədə, əməl etməli olan qaydalar barədə orada yazılar öz əksini tapıb, hətta bir növ şəkilli formada, daha oxunaqlı, daha rahat olması üçün şəkilli formada belə orada məlumatlar yerləşdirilib və bir istifadəçi o nəqliyyat vasitəsindən istifadə edirsə, həmin qaydalarla tanış olur və belə deyək, tanış oldum düyməsini sıxmaqla onu təsdiqləmiş olur və ondan sonra bu növ nəqliyyat vasitələrindən istifadə eləmiş olur. Amma təbii ki, izləyicinin irəli sürdüyü təklif üzərində də düşünmək olar. Ümumiyyətlə, belə deyək də, bu nəqliyyat növlərindən istifadə edən insanların sayı çoxaldıqca, təbii ki, ortalığa bir çox təkliflər də çıxacaq, bir çox tədbirlər də görülməli olacaq. Yəni, davam edən bir prosesdir. Təklifinə görə də təşəkkür edirəm. Təşəkkürlər Coşqun müəllim, gəldiniz, mövzunu araşdırdınız və sizi yenidən efirimizdə yenə də gözləyəcəyik və yaxın zamanlarda sizlə bir sıra layihələrin də inkişafını və mikromobilliyin təkanına çalışacağıq ki, sizlə bir yerdə bir töhfə verək. Təşəkkürlər. Mən təşəkkür edirəm dəvətinizə görə və məhz mikromobillik sahəsinə bir zaman ayırdığınıza görə. Əslində bu geniş sahədə daha geniş danışmaq olardı. İnşallah növbəti verilişlərdə digər toxunmadığımız məsələlərə də toxunarıq. Mütləq şəkildə. Belə dostlar, özünüzdən muğayət olun, çalışın, yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz. Sabah eşidilənədək.